Bugün sizə salmaq xəstəliyinin müalicəsində istifadə olunan retinolların yan təsirləri haqqında məlumat verəcəyəm. Retinolların hamiləliyə təsiri. Əgər retinol qəbul edərsəm hamilə qalmayacağam sualını cavablandıracağam. Xeyr, retinollar hamiləlik üçün əks təsir göstərmir. Lakin endokrinizə toksiki təsir göstərdiyinə görə retinol qəbulunda il yarım 3 il sonra hamilə qalmamaq məsləhət olunur. İkinci, retinolun qaraciyərə mənfi təsiri. Retinol qaraciyərə toksik təsir göstərir. Bunun üçün isə mütləq şəkildə siz retinolları həkim nəzarəti altında qəbul etməlisiniz. Çünki retinol təyin etməzdən əvvəl qaraciyər yoxlanılmalı, qaraciyərin bütün sınaq testləri aparılmalıdır və sizin çəkinizə uyğun olaraq müəyyən bir doz təyin edilməli, sonra isə tədricən həmin doz azaldılmalıdır. Üçüncü, prosesləri ən çox maraqlandıran suallardan biri, əgər retinol müalicəsini saxlasam, sızanaqların yenidən əmələ gələcəkmi? Onunla yenə dediyimiz kimi, retinol mütləq şəkildə həkim nəzarəti altında təyin edilməlidir. Əgər sizin çəkinizdə aşağı dozada hesablanmış doza ilə qəbul etsəniz, bəli, siz retinol kəsdikdə sınaq təzədən əmələ gələcəkdir. Dördüncü, retinol qəbulu zamanı dəridə yaranan qurulur. Bu isə pasientləri narahat etməsin, çünki düzgün şəkildə retinol qəbulu zamanı yanaşı nəmləndirici kremlər təyin olunmalıdır ki, bu da onun yaratdığı diskomfort əlamətləri korreksiya etsin. Əgər siz də sağlamlığınıza zərər vurmadan gözəlliyinizə qovuşmaq istəyirsinizsə, Kani Dəri Klinikasına müraciət edə bilərsiniz.